maraqlı bir Türkan Vəlzadədən açıqlama gəlib. Deyir, bir ilin içində çox qocalmışam. Türkan Vəlizadə deyir. Baxın da, maşallah, oturuşu, duruşu, nə bilim nəyi. Belə uzun geyinərdi Türkan Vəlizadə. Belə qılçalarını zadının üstünü örtərdi də. İndi belə hamısı maşallah namxuda, hamısı seksi paltarlar geyinir, əlbisələr geyinir də. Təkcə bunu Türkana demirəm, ümumiyyətlə müğənnilərimizi, gənc deyəndə ki 35-i zadı 40-ı keçib də yaşları elə hey deyirik gənc müğənnilər. Görək nə deyib Türkan Vəlizadə, deyir ki, etiraf edib və etirafı da diqqət cəlb edib, deyib ki, Milli Az xəbər verir bununla bağlı ki, deyib ki, artıq əvvəlki kimi özünü görmədiyini bildirib. İnsanlar ümumiyyətlə Türkan xanım hər gün qocalırıq, ildə qocalır. Hər gün qocalırıq biz. Təbii ki, biz keçən il başqaydıq, bu il başqayıq. Hər birimiz o qocalığı hiss edirik. İnşallah. Anam və bacılarımla oturmuşduq. Deyirəm ki, mənə elə gəlir ki, bir il ərzində çox qocalmışam. Keçən il, yəni keçən ilki Türkan deyiləm. Ötən il çəkilən video və şəkillərimə baxıram, mən deyiləm. Deyib gülür də. Yəni anasından, bacısından yəqin söhbət edəndə deyib də. Anam da deyir ki, böyümüsən, təcrübən artıb. Ona görə sənə elə gəlir. İnsanın yaşına usta yaş gələndə, insanın yaşının üstünə yaş gələndə daha da gözəlləşir. Gözəlləşmək başqa, amma doğrudan da indi bunu mən demirəm də belə həmişə deyirlər ki, insan hər gün qocalır. Biz balaca olanda belə çalışırdıq ki, böyüyək, boyumuz artsın. Deyirdilər ki, hər gün bir dənə buğda, arpa boyda böyüyürsən, boy atırsan. Biz də arpaları düzürdük, görürdük, yox, hələ boyumuzun uca olmasına vaxt var. İndi Şəbnəm xanım, üzr istəyirəm, Türkan xanım, insan valla hər gün qocalır. Qocalığın qarşısını almaq üçün Şəbnəm həkimim var. Həkim kosmetolog, burada nömrələri görünür. Ona müraciət etmək məsləhətdir. Məndən sizə tövsiyə edirəm. Elə Türkan xanım, sizə də tövsiyə edirəm. Bizim Şəbnəm həkimə, kosmetoloqa müraciət edin. Onda heç qocalıq haqqında düşünməyəcəksiniz. Sara Səfra Bahadurdan məhz bu qədər.